Ey insanlar! Sizi yaratmaq və diriltmək ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən Allah hər şeyi eşidəndir, görəndir. Məyər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, günəşi və ayı ram etdiyini görmürsənmi? Onların hər biri müəyyən müddətə dək dövr edər. Həqiqətən Allah nə etdiklərinizdən xəbərdardır. Bu, ona görədir ki, Allah haqq, ondan qeyri ibadət etdikləri isə batildir. Həqiqətən Allah ucadır, böyükdür. Sizə öz qüdrət əlamətlərindən bəzisini göstərsin deyə, gəmilərin dənizdə Allahın lütfi ilə üzdüyünü görmürsənmi? Həqiqətən bunda səbr, çox şükr edən hər kəs üçün ibrətlər vardır. Kafirləri ətrafına kölgə salan uca dağlar kimi dalğalar bürüdüyü zaman, onlar dini Allaha məxsus edərək yalnız ona dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda,